Təzə şey çıxarıblar da. Deyir ki, gəl münasibətdə olaq, amma münasibətimizə ad qoymayaq. Qız da təbii ki, ciddi bir münasibəti istəyir axı. İstəyir ki, yəni yanındakı oğlanın ona qarşı hisslərini bilsin ilk növbədə. İkinci növbədə də ki, yəni bunu yanında nə deyə gəzdirirəm? Bax, bunu bilsin, öyrənsin. Amma nədir vəziyyət? Oğlan deyir ki, gəl gəzək, əylənək, birlikdə hər yerə gedək, istirahətə gedək, hər bir şey edək, amma münasibətimizə ad qoymayaq. Münasibətə ad qoymaq məni qorxudur, narahat edir. Mən düşünürəm ki, münasibətimizə ad qoysam, səni itirərəm. Hələ ki, tam güvənmirəm, nə özümə, nə də sənə, nə də münasibətimizə. Bəs bu qədər hərəkəti niyə edirsən? Əvvəllər belə idi? Xeyr. Əvvəllər heç də belə deyildi. Əvvəl kişi, yəni əsl kişi sevgisi uğrunda mübarizə aparardı və onun olanı heç kim onun əlindən ala bilməzdi və münasibətin bir adı olardı. Sən mənimsən, mənim sevgimsən. İndiki prenses oğlanlarsa heç belə düşünmür. Bu barədə düşün. Yəni, əgər bir oğlan səninlə münasibətinə ad qoymursa, sən o münasibəti nə deyib davam etdirirsən? Ağlını başına yığ.